İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri Birləşmiş Əməkdaşlığı gücləndirir. Prezident İlham Əliyev Berlin şəhərində Frank-Walter Steinmeier ilə görüşüb. Press-TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Walter Steinmeier ilə görüşmək üçün Berlin şəhərində yerləşən Villa Borsig iqamətgahına gəlib. Məlumata görə, iqamətgahın həyətində Almaniya Prezidenti Frank-Walter Steinmeier dövlətimizin başçısını samimiyyətlə qarşılayıb. Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyev iqamətgahın fəxri qonaqlar kitabına xatirə yazısını imzalayıb. Daha sonra Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Press-TV Azərbaycanın etibarlı informasiya mənbəyi.